Salam əziz dostlar, yoldaşlar, hər birinizi xoş gördük. Bildiyimiz kimi bugün, yəni 15 fevral tarixində OTK 9 və 10-cu siniflər üçün belə bir blok sınağı keçirdi. İndi mən də həmən sınağın izahını verəcəm sizin üçün. Əvvəlcə qeyd edeyim ki, 9-cu sinif sınaq qrupumuza qeydiyyat davam edir. Ekranda gördüyünüz nömrə ilə əlaqə saxlaya bilərsiniz. Ətraflı məlumat almaq üçün və ya həm də qoşulmaq üçün. Sınaq qrupu haqqında əvvəlki videolarda daha ətraflı məlumat vermişəm. Kim istəsə keçib baxa bilər. Mən isə sürətli formada istəyirəm keçim sualların izahına. Ümumi rəyim budur ki, 10-cu sinif səviyyəsi üçün yaxşı sınaq idi, amma 9-cu sinif səviyyəsi üçün biraz çətin idi. Yəni qızıl ortanı tutuzdura bilməyiblər. Təəssüf ki, bir balaca sınaq məncə çətindir. Başlayaq birinci sualdan. Deməli, birinci sualda deyir ki, 30-dan kiçik sadə ədədlər çoxluğu A ilə. Bir dənə A çoxluğu yazırıq. 30-dan kiçik sadə ədədlər. Ən kiçik sadə ədəd 2-dir, sonra 3-dür. Sonra 5'dir, sonra 7'dir, 11'dir, 13'dür, sonra 14 mürəkkəb, 15 mürəkkəb, 17 var, 19 var, 23 var, 24, 25, 26 mürəkkəbdir, 27 mürəkkəbdir, bir də 29'dur. Deməli, A çoxluğu budur. 5'ə bölünən 2 rəqəmli ədədlər çoxluğu isə B hərfini işarə ediblər. Daha doğrusu bu da B çoxluğudur. 5'ə bölünən 2 rəqəmli. Ən kiçik 5'ə bölünən 2 rəqəmli 10'dur, daha sonra 15'dir. 5'ə bölünən 2 rəqəmli ədədlər çoxluğu. Sonra hamısını yazmalıyıq. Yəni 20'dir, 25'dir, 30'dur, 35'dir, 40'dır, 45'dir. Bu cür yazırıq. 2 rəqəmli ədədlər çoxluğu harda bitəcək? Artıq 95'də bitəcək. Növbəti 100 gəlir 5'ə bölünən. O isə deməli 3 rəqəmli sayılır. Ona görə biz burada dayanmalıyıq. Deməli, indi bəs bizə nə deyirdi ki? Deyirdi ki, AB çoxluğunun kəsişməsinin elementlərin sayını tap. NA kəsişmə B. Heç bunu yazmağın bir qədər əslində mənasızdır. Çünki deməli 5'ə bölünən 2 rəqəmli ədədlər çoxluğu hamısı mürəkkəb ədədlərdir. 5'ə bölünən sadə ədəd yalnız bir dənə ilə 5'in özüdür. Qalan hamısı mürəkkəbdir. Biz isə burada 30'dan kiçik sadə ədədlər yazmışıqsa, deməli bunların ortaq elementi həqiqətən baxsaz görürsünüz ki, ortaq element ola bilməz. Dediyim kimi, niyə? Çünki B-nin elementləri hamısı mürəkkəb ədədlərdir. Bunlar isə sadə ədədlər. Sadə ədədlərlə mürəkkəb ədədlərin kəsişməsi boş çoxluqdur. Ona görə cavabımız olmalıdır C variantı birinci sualda. Keçdim ikinci suala. Deyir, aşağıdakılardan hansı A üstü 4, B çıx AB çox ədədinin vuruqlarından biri deyil. Buradan biz AB-ni ortaq vuruq çıxarsaq, qalır A kubu çıxılsın 1. A kubu çıxılsın 1-ə də müxtəsər mat üstünü tətbiq edəsik. Alırıq A çıx 1 vurulsun A kvadrat plus A plus 1. Vuruqlardan biri deyil. Bax, vuruqlar bunlardır. A'dır, B'dir, A minus 1'dir, bir də A kvadrat üstəyəl A plus 1'dir. Amma bizim belə bir vuruğumuz yoxdur. Bax, D variantındakı kimi belə bir vuruğumuz yoxdur. Ona görə cavab D olmalıdır. Üçüncü sualda isə deyir ki, A və B tərs mütənasib kəmiyyətlər varsa, x çıx y fərqini tap. Biz bilmərik ki, tərs mütənasibliyin düsturu necə idi? Y bərabər k bölü x. Burada k bərabər y vur x. Yəni, bu tərs mütənasib kəmiyyətlərin hasili həmişə sabit bir k ədədinə bərabər olmalıdır. Yəni, bu AB-lərin hasili sabit olmalıdır. Yəni, 21 vur x bərabər olmalıdır elə 15 vur 14'ə. O da bərabər olmalıdır y vur 105'ə. 15 vur 14 neçə eləyir? 210 eləyir. Deməli, 21 vur x də 210 olmalıdır. Onda gərək x neçə olsun? 10 olsun. Bax, x gərək 10 olsun. Sonra bəs y-ə 105'ə vuranda da 210 alınmalıdır. Onda deməli, y gərək 2 olsun ki, 105'ə vuranda 210 alınsın. Deməli, y 2 olmalıdır, x 10. Bizdən isə onların fərqini soruşur. 10 çıx 2, yəni cavabımız 8. Bir daha qeyd edək ki, tərs mütənasib kəmiyyətlərdə hasil sabit qalır. Əgər desəydik ki, düz mütənasib kəmiyyətlərdir, onda nisbət sabit qalmalıdır. Bunların bir-birinə böləndə eyni alınmalıydı. Belə keçək 4-cü suala. Yəqin ki, bu sizə aydın oldu. Aydın səhv keçdim, çox getdik. Və nə əcəbsə demək də yadından çıxdı. Videonu izləyənlər yəqin ki, kanala abunədir. Yoxsa bizdə 100.000 olmazdıq. Yəqin ki, kanala abunəsiz, amma bəyənmək də yadınızdan çıxmasın. Deməli, 4-cü sual deyir ki, A ədədini 11'ə böldükdə qalıqda 2 alınır. Bəs deyir, bu ədədi 11'ə böldükdə neçə alınır? Bax, hər hansı ədədini, A ədədini 11'ə böldükdə qalıqda 2 alınırsa, görürsünüz, natamam qisməti haqqında bizə heç bir məlumat vermir. Deməli, mən natamam qisməti 0, yəni ən az götürə bilərəm. Qalıq 2 alınır. Onda buradan məhsul bölünəni, yəni A-nı tapmaq üçün biz nə edirdik? 11'i vurduq 0'a, yəni böləni vurduq natamam qismətə və üstünə qalığı gəldik. Bu da elə 0 üstə 2.
2 eləyir. Deməli mən A-nı yerinə aparıb elə 2 qoya bilərəm. Bax, qalıq 2-dirsə A-nı yerinə aparıb 2 qoya bilərəm. Alınır 2-nin kubu üstə gəl 3 vur 2. Üstə gəl 4, bu da eləyir 18. Deməli bizim həmin ədədimiz 18-dir. Bəs həmin ədədin 11-ə bölməsindən alınan qalıq 18-də 11-ə böləndə alınan qalıq neçə olar? Natamam qismət 1 qalıq 7 olar. Cavabımız D variantı. Həmin ədədimiz 8 deyəndə, yəni həmin ədədimiz daha doğrusu dediyi 18-dir. 18 olmaya da bilər. Natamam qisməti burada 1 götürərəm. Ədədimiz başqa cavab alır. Amma qalıq sabit qalır. Natamam qismətdə ən məntiqli iş odur ki, 0 götürək ki, qoy burada cavabımız, yəni bölənimiz, daha doğrusu məhsul bölünənimiz, yəni bu A-mız daha kiçik qiymət alsın ki, biz aparıb yerinə yazanda uzun hesablama eləməyək. Ona görə elə verilən qalığı yerinə yazmaq olar. 18 alınır, onu da 11-ə böləndə qalıq 7 qalır. Deməli cavabımız D variantı. 5-ci sualda deyir ki, A parametrin hansı qiymətində bu cüt tənliklər sisteminin həlli olar? Bu toplama da bölməyə oxşur, bəlkə də uzaqda. Tənliklər sisteminin həlli olar deyirsə, aparırıq x-in və y-in yerinə yazmağa. Deməli 3 vurulsun. X-in yerinə yazırıq k plus 1, çıxılsın 4 vurulsun k minus 1, bərabər 6. Təzədən A vurulsun, x-in yerinə yenə k plus 1, çıxılsın, daha doğrusu üstə gəlsin, y-in də əvəzinə k minus 1, bərabərdir 8. Deməli, yuxarıdakı tənliyi vurub atacaq, alarıq 3k plus 3 çıxılsın 4k plus 4 bərabər 6. Buradan 3k çıx 4k mənfi k edir. 3 üstə gəl 4 də 7 edir. Bərabər 6. 7-ni də sağ tərəfə dəvət eləsək 6 çıx 7, yəni mənfi 1. Mənfi k mənfi 1 isə deməli k nə olmalıdır? Müsbət 1. K 1 imişdir uşaqlar. Deməli bizim x-imiz, y-imiz neçə imiş? X deməli 2 imiş. Y-imiz də 1 çıx 1, yəni 0 imiş. Aparaq bunu, elə bu k-nın 1 qiymətini burada da yerinə yazmaq olardı. Bax, k-nı 1 tapmamışıq. Gətirib burada aparaq elə k-nın yerinə 1 yazaq. 1 üstə gəl 1, onda 2 eləyir. Yəni alır 2a. Burada k-nın yerinə 1 yazsam yoxa çıxır. Bərabər 8. Buradan da a bərabər 4 taparım. Deməli, a-nın hansı qiymətində? 4 qiymətində. Yəni cavab Y variantı. Bir daha deyək ki, həmişə bax belə sizə qiymətlər versə, desək ki, bu tənliklər sisteminin həlli olar. Tənliklər sisteminin həlli o demək ki, yəni bu x, y yerinə yazanda ödəməlidir. Biz də apardıq ona görə bunları x, y-in yerinə yazdıq. Daha sonra 6-cı sual deyir ki, ədəd oxu üzərindəki təsvirə yoğun bərabərsizliklər sistemi hansıdır? Bax, görürük ki, mənfi 2 kökü qaralanıb. Yəni, deməli, mənfi 2 daxildir. Və mənfi 2-dən böyüklər götürülüb. Onda deməli, biz orada mənfi 2 nəzərə yazsaq, deməli, x mənfi 2-dən böyük bərabər olub. Amma 3 kökü daxil deyil, görürsünüz, içi boşdur və 3-dən kiçiklərdir ştrixlərin hissə. Onda deməli, 3-dən kiçiklərsə, deməli, x kiçik olmalıdır 3-dən. Və 3 daxil deyil deyə, daha orada bərabər işarəsi yoxdur. Belə variantda ilə C variantında var. Keçdik bu tərəfə. 7-ci sualda deyir ki, Fidanın 5 imtahandan aldığı qiymətlərin ədəd ortası 83-ə bərabərdir. Bu neyini edirlər? Nətər tapırlar ədəd ortanı? Həmən 5 dənə qiyməti toplayıb bölürlər. Həmən 5 dənə qiymətin cəminə bir A desəm, deməli onun sayına 5-ə bölüblər, cavabı tapılar 83. Onda bu A bərabərdir 5 vur 83-ə. Yəni 415-ə. Deməli, Fidanın bu 5 dənə imtahanda topladığı ümumi bal 415-dir. Daha sonra deyir ki, Fidan növbəti imtahandan ən azı neçə bal almalı ki, onun ədəd ortası 85-dən az olmasın. Artıq bir dənə də imtahana girir. Yəni, bu artıq 6-cı imtahandır. Və əvvəl bütün topladığı ballar 415 idi. Onda bu 6-cı imtahandan bilmirik neçə bal toplayacaq. Ona görə üstə gəl x. Ədəd ortanı tapmaq üçün saya bölürdük. Əvvəl 5 imtahan verirdi. İndi növbəti imtahan verirsə, bu oldu artıq 6 imtahan. Bizə deyir 85-dən az olmasın. Deməli, biz bunu böyük və ya bərabər 85 yazmalıyıq. Bu demək ki, 85 və ya ondan böyüklər. Yəni, əsas odur ki, 85-dən az olmasın. Bu bərabərsizləri, daha doğrusu elə bu bərabərsizliyi həll etməliyik. Hər tərəfə 6-ya vururuq. Alırıq 415 üstə gəl x böyük bərabərdir. 85-i 6-ya vuranda 510 edir. Buradan x böyük bərabərdir. 510-dan çıxırıq 415-i. Alırıq x böyük bərabərdir 95. Deməli, x 95-dən böyük və ya bərabər olmalıdır. Onda bizə deyir ki, ən az neçə toplayır? Deməli, ən az Fidan 95 toplamalıdır ki, ümumi ədəd orta sonda 85-dən az olmasın. Cavabımız yəni C variantı. Keçdik 8-ci suala. 8-ci suala maraqlı sualdır. Deyir, x, y, z həqiqi ədədlər üçün x çıx y bərabərdir mənfi 5. Y çıx z bərabərdir 3. Yaxşı, amma sonra görə modulun içində bir dənə də z çıx x var. Gəlin, onda bunları bir dənə tərəf-tərəfə toplayaq, görək nə baş verir. Tərəf-tərəfə toplasam mənfi y, müsbət y gedir. X çıx z, mənfi 5 ilə də 3 toplayanda mənfi 2 alır. Deməli, x çıx z mənfi 2-dir. Onda z çıx x nə olar? O da olar müsbət 2.
Çünki bunlar bir-birinin əksidir. Yaxşı, onda z çıx x dedik müsbət 2 olar. Aparırıq bura müsbət 2 yazırıq. Çıxılsın. Kəsirin sürətində var z çıx y. Bizə y çıx z-i 3 verib. Orada da var z çıx y. Yenə bu onun əksi olduğuna bu olacaq -3. Modulda falan deyildi, elə -3-ü də yazırıq yerinə. Sonra modulda məxrəcdə x çıx y. X çıx y bizə -5 vermişdi. Modul -5-də bizə müsbət 5 verər. Bu mənfi də buradan bu 2 mənfi toqquşur. Burada alınır 2 üstə gəl 5-də 3. Bu da edir 2,6. Yəni cavab D variantı. 9-cu sualda asan sualdır. Deyir, oturacağı 10 kökdə 3 olan bərabər yanlı bucaqlarından biri 120 olan bərabər yanlış bucaq. Aydın məsələdir ki, biri 120 isə digərləri mütləq 30-30 olmalıdır bərabər yanlış bucaq olduğuna görə. Yəni bu iki tərəf bir-birinə bərabərdir. Bunu hündürlük çəkməklə də eləmək olar, amma bu qaydanı ilə əzbər yadınıza saxlasanız daha yaxşı olar. Həmişə bərabər yanlış bucaqda əgər təpə bucaq 120 dərəcəsə, tərəflərə AA yazsaq, oturacaq olur A kökdə 3. İndi bizə də oturacaq 10 kökdə 3 verirsə, deməli bizim tərəflərimiz hər biri 10 imiş. Bizdən də elə yan tərəfin uzunluğu soruşur, deməli yan tərəf elə 10 imiş. Dediyim kimi buradan hündürlük çəkib də yazmaq olar. Sonra keçdik 10-cu suala. 10-cu sualda belə bir tənlik yazıb. X kvadrat üstəgəl A çıx 7 x çıx 4a plus 3 bərabər 0. Deyir, bu tənliyin kökləri qarşılıqlı əks ədədlər olarsa. Qarşılıqlı əks ədədlərin uşaqlar yəqin ki yadınızdadır. Cəmi neçə eləməlidir? 0 eləməlidir. Məsəl üçün -5 ilə 5 cəm görsün neçə eləyir? 0 eləyir. Viet teoreminə görə də burada köklərin cəmini kim göstərir? Bax, x-in əmsalı göstərir. Hətta əks işarə ilə. Yəni -A-7 göstərir köklərin cəmi. Köklər də qarşılıqlı əks ədədlər olduğuna, ona görə bu cəm bizə 0 verməlidir. Onda elə buradan A-nı 7 taparsınız. Deməli A 7 olmalıdır. A 7 olmalıdır, tapar burada 7 yazsaq. Onda -4 vur 7 üstəgəl 3. Bu da deyər -25. Deməli köklərin hasili də -25 olmalıdır. Yəni bizim bu tənliyimiz belə olmalıdır. X kvadrat çıx 25 bərabər 0. Çünki A-ya 7 verin də bura yoxa çıxır da 0 olur. Belə bir tənlik alır. Burada da köklər kimdir ki elə? Biri müsbət 5-dir, biri də -5-dir də. Görürsünüz, həqiqətən qarşılıqlı əksdir, hasildə -25 eləyir. Bizdən onun böyük kökünü, bu tənliyin böyük kökünü soruşur. Böyük kök təbii ki müsbət 5-dir, yəni cavabımız C variantı olmalıdır. Keçdim 11-ci suala. 11-ci sualda uşaqlar deməlidir ki, radiusu 6-ya bərabər olan çevrədə BAS qövsü, daha doğrusu bucağı 15 dərəcə. BAS bucağı 15 dərəcədirsə, bu qövs neçə dərəcədir? 30 dərəcədir. Çünki o daxilə çəkmiş bucaqdır da. Daxilə çəkmiş bucaq 1-2 qövsün yarısı boyda olur. 15 isə deməli qövs 30 imiş. Sonra ABD bucağı 45 dərəcə. ABD bucağı buradır. Bu da 45 isə onda qarşıdakı qövs, yəni bu qövs yenə onun 2 qatı olmalıdır. Yəni 90 dərəcə olmalıdır. Bizdən soruşur BMD və deməli ANC. BMD və ANC. Yəni bu qövslərdən söhbət gedir. Bu iki qövsün uzunluqları cəmi. O iki qövsün uzunluğu. Qövsün uzunluğu düstur yadınızdadırsa, el qövs belə idi. 2pi r vurulsun, alfa 1 360. Alfa da həmən qövsün dərəcə ölçüsü idi. İndi biz burada 2 dənə qövsdən söhbət gedir. Yəni biz o 2 dənə qövsün dərəcə ölçülərini cəmləməliyik deməli. Onda bizim düsturumuz yəni belə olacaq. 2pi r vurulsun, alfa plus beta bölü 360. Yəni bu 2 dənə qövsün ayrı-ayrı qövs olduğundan onları bucaqlarını cəmləyəcəm. Bütün uzunluğu tapmaq üçün. Bəs o bucaqları nətər cəmləyirəm? Bura görürəm 90 dərəcə, bura görürəm 30 dərəcə. Bu ikisi elədi 120 dərəcə. Çevrə də tam nə qədərdir? 360 dərəcə. 360-dan 120-nin çıxanda nə qədər qalır? 240 dərəcə qalır. Deməli o göy rənglə iştiqlədiyim, rənglədiyim qövslərin cəmi 240 dərəcə eləməlidir. Onda düsturumuz belə olur. 2pi r vurulsun, 240 bölünsün 360. İkisini birdən götürdüm. İndi r də bizə neçə vermişdir radiusu? 6. Onda bu radiusun da əvəzinə gəlin 6 yazaq. Buradan 6 ilə 360 ixtisar yerəm. Burada 60 qalar. 240-ı 60-a bölərəm. 4 qalar. Burada qaldı 2pi, burada da qaldı 4. Cavab elədi 8pi. Deməli qövsün uzunluqları cəmi 8pi olacaq. Niyə bucaqları cəmləmək olar uşaqlar? Çünki bu qövslər fərqi yoxda bir-birindən araldadır. Güya bitişik olsaydı əgər, tutaq ki də əgər bu məsafə yoxdur, bitişikdir burada. Bucaqlar cəmlənməyəcəkdi, cəmlənəcəkdi. Ona görə də ayrı-ayrı olanda da bucaqları cəmləmək olar və bir düsturda hesablamaq olar. Nəinki ayrı-ayrı.
Aha, 12-ci sual. 12-ci sualda sürətdə belə bir ifadə görürük. 5 üstəgəl 2 kökdə 6. Uşaqlar, bilməliyik ki, bu 2 qat radikal verir bizə. Bu 2 qat radikal nə deməkdir? Bunu 2-yə bölürsüz, qalır burada kökdə 6. Kökdə 6-nı da biz yaza bilərik. Kökdə 2 vurulsun kökdə 3 kimi. Bunların da kvadratları cəmi bizə 5-i verdiyindən, yəni biz bu ifadəni belə yaza bilərik uşaqlar. Kökdə 3 üstəgəl kökdə 2-nin mötərizə kvadrat. Həqiqətən açsaz elə bu alınacaq. Onda onun da məxrəcində nə var idi? Baxın, yaxşı baxın misala. Kökdə 3 üstəgəl kökdə 2 var idi. Elə eyni şey. Onda kvadratla bu gedir, təkcə qalır kökdə 3 üstəgəl kökdə 2. Bir dənə də ayrıca üstəgəl bu ifadə var idi. Kökdə 3 çıx kökdə 2 var idi. Onda bu səfər kökdə 2-lər gedir. Kökdə 3 üstəgəl kökdə 3 də bizə 2 dənə kökdə 3 verər. Yəni cavabımız B variantı. Keçdim növbətiyə. 13-də deyir ki, böyük diaqonalın uzunluğu 9 olan düzgün altıbucaqlının perimetri. Uşaqlar, düzgün altıbucaqda böyük diaqonal tərəfin 2 mislinə bərabərdir. Yəni 2A-ya. Bu da deyirsə ki, əgər böyük diaqonalın uzunluğu 9-dur, deməli 2A 9-a bərabərdir. Düzgün altıbucaqlının perimetri. Perimetrin isə 6A-ya bərabərdir. Altıbucaqlıdır axı. Onda 2A 9-dursa 6A-nı mən 3 vur 2A yaza bilərəm. Yəni 3 vur 9. Onda perimetr mənə 27 verər. B variantı. 14-cü sualda da sizi bir balaca çaşdırmaq istəyirlər. Amma buranı vurub atsaz alınır A kubu çıx 3AB çıx B kubu üstə gəl 3AB kvadratı. Bunda da bir balaca incə dəyişiklik eləsəm, burada 3A kvadrat B alınırdı. Hə, A kubu çıx 3A kvadrat B, sonra üstə gəl 3AB kvadratını yazıram və B kubunu axıra saxlayıram, daha doğrusu. Vurub açandan sonra. Bu da bizə kimin düsturunu xatırladır? A çıx B-nin mötərizə kubunun düsturunu. İndi A-nı da verib bizə, B-ni də verib bizə. 5 tam %52 çıxılsın. Digərini onluq kəsirə çevirsək 25-də 13-dür. Elə onu da hər tərəfini 4-ə vuraram, qoy məxrəc 100 olsun. Onda onlar 2 tam yüzdə yenə 52. Onda bu da elə 2 tam %52 kubu. 5 tam %52-dən də 2 tam %52 çıxanda qalır 3 tam. Başında da kubu var. Cavab bizə 27 verər yenə. 15-ci sual. Bu cür sualları mən deməli sınaqlar qrupumuzda da istifadə edirəm və hesab edirəm ki, bu cür sual düşmə ehtimalı yüksəkdir. Deyir, dəyişənin hansı qiymətində kəsirin qiyməti 0-dır. Çünki əvvəl həmişə deyir ki, kəsirin hansı qiymətində bu ifadənin mənası yoxdur, onda biz məxrəcə 0 edirdik. Amma indi əgər deyirsə ki, kəsirin qiyməti 0-dır, deməli biz sürəti 0 eləməliyik. Amma ehtiyatlı olmaq lazım ki, sürət 0 olanda məxrəc də həmin vaxt 0-a çevrilməsin. Yəni bunu 0 eləyəcək. Buradan köklər tapmaq lazımdır. Biri 3 eləyir, bura 0-a çevirən qiymət. Buranın 0-a çevirən qiymət -5. Amma ehtiyatlı olmaq lazım dediyim kimi ki, məxrəc 0-a çevrilməsin. Mən də yoxlayıram. Dəyişənin hansı qiymətində kəsirin qiyməti 0-a bərabərdir. Bu 3 və -5 qiymətlərinin hansındasa problem çıxır. Deyəsən problem çıxmır amma 3 və -5 cavabı təəssüf ki, variantlarda yoxdur. Bəs biz nəyi unutduq? Nəyi yaddan çıxartdıq? Dəyişənin hansı, bu sözü heç oxumamışam. Dəyişənin hansı mənfi qiymətində. 3 müsbətdir, ona görə mənfi qiymət soruşursa cavab -5 olmalıdır. Görürsünüz, ani diqqətsizlik ağır nəticələrə səbəb ola bilər. Ona görə misalın şərtini tam oxumaq lazımdır. Bax, deyir, bu ifadənin vuruqlarından biri A çıx 6, digəri A üstə gəl B-dir. Bunu görən kimi adam istəyir nə yazsın? A çıx 6-dan sonra tez istəyir A üstə gəl 6 yazsın. Çünki bu kvadratlar fərqini düsturdu. Deməli, onda bunun arxası necə olmalıdır? A kvadrat çıx 6-nın kvadratı. Burada da bizə A üstə M çıx 36 verib. Elə 36 6-nın kvadratıdır. Deməli, onda M neçə olmalıdır? M burada deməli 2 olmalıdır. M 2 olmalıdırsa, yaxşı, onda B neçə olmalıdır bəs? A plus B, A plus 6 yazıq. Deməli, B də elə 6 olmalıdır. Bizdən B və M ədədlərinin hasilini soruşur. 2-ni 6-ya vursaq 12 eləyər. 17-ci sual çox asan sualdır. Deyir, ABC natural ədədləri cüt-cüt qarşılıqlı sadə ədədlərdir. Biz də bilməliyik ki, qarşılıqlı sadə ədədlərin cüt-cüt sözü sizi çaşdırmasın. Yəni deyir, A həm B ilə qarşılıqlı sadədir, A həm C ilə, B həm C ilə. Yəni bunlar bir-birlərindən cüt-cüt qarşılıqlı sadədir. Qarşılıqlı sadə ədədlərindən biz bilirik ki, əbobu 1-də, əkoblar hasili. Deməli, əboba 1 yazırıq, əkoba hasil, yəni B vur C. Onda cavab olur 1 üstə gəl B vur C və yaxud B vur C üstə gəl 1, yəni Y variantı. 18-ci sualda deyir ki, aşağıdakı ədədlərdən hansının kökdə 12 ədədi ilə hasili rasional ədəd deyil? Biz kökdə 12-nin A variantını yoxlayaq, kökdə 27-yə vursaq, bir kökün altında deyə, eyni dərəcədəndir deyə, bir kökün altına vura bilərəm, 12 vur 27.
Bu da uşaqlar 270, 54, 324 eləyir. Bundan da kök 18 çıxır. Görürsünüz, rasional oldu. Bizə lazım ki, kök çıxmasın da. Amma B variantında kök 12 vursaq, kök altında 3-də 2-yə. Yenə bir kök açıram, vururam, 12 vur 3-də 2. 12-nin 3 bölümündə 4 qalır, 4-ü 2 vurunda 8 qalır. Bu kök altında 8 eləyir. Bunun isə 2 kökdə 2 deməkdir. Yəni bu irrasional ədəddir. Tam kök çıxmadı. Bizə deyir rasional deyil, elə B variantı rasional deyil. O birisləri yoxlasaz görərsiniz ki, onlar rasionaldır. İndi isə keçdim 19-cu suala. Yüksək sürətlə davam edirik. Ümid edirəm ki, siz də mənim sürətimlə ayaqlaşa bilirsiniz. Yeganə adamam ki, yəni mənim video izahlarımı 2x-ə qoymağa ehtiyac yoxdur. Yəqin ki, məndən razılaşarsınız. Deməli, 19-cu sual deyir ki, parça 4 hissəyə bölünür. Bir dənə parçadır, 4 hissəyə bölünübsə, bunu mən 3 yerdən kəsməliyəm. Kəsdim 3 yerdən. Birinci və 4-cü hissələrin ortalar arasındakı məsafə 90. Bura olsun birinci hissənin ortası, burada olsun 4-cü hissənin ortası. Bunların arası bizə verib 90. Sonra deyir ki, ikinci və üçüncü hissələrin ortalar arasındakı məsafə 35. Bu da ikincinin ortası, üçüncünün ortası. Burada 35. Olarsa parçanın uzunluğunu tapın. Bizdən bütün parçanın uzunluğunu soruşur. Yaxşı uşaqlar, gəlin belə eləyək də ən sadə yolla. Bura bir A deyək hissələrə. Birinə B, birinə C, birinə D. 90 cm kim olmuşdu? A-nın ortasından D-nin ortasına qədər. Yəni A-nın yarısı, üstə gəl B və C-nin hamısı, bir də D-nin yarısına qədər. Üstə gəl D bölü 2. Bu olmuşdu 90. Bunu daha səliqəli yazmaq üçün belə yaza bilərik. B üstə gəl C, üstə gəl A, üstə gəl D-nin yarısı bir də. Bərabər olub 90-a. Bəs 35 kim olmuşdu? 35 də B-nin ortasından C-nin ortasını birləşdirmiş. Yəni B üstə gəl C-nin ortası. Yaxud ayrı-ayrı da yaza bilərdim, belə də yaza bilərdim, amma ümid edirəm ki, siz məni başa düşdünüz. Bunların ortası. Bunu da verir bizə 35. Deməli, B üstə gəl C-nin ortası yarısı 35-dir. Deməli, B üstə gəl C uşaqlar 70-dir. Gələk onda burada B üstə gəl C-nin əvəzinə bir 70 yazsaq. Onda deməli, bura neçə olmalıdır? Bura 20 olmalıdır. Cəm 90-da. Yaxşı, A üstə gəl D-nin yarısı 20 olmalıdırsa, onda A üstə gəl D neçə olmalıdır? 40 olmalıdır. B üstə gəl C 70, A üstə gəl D 40. Onda bütün parçamız, yəni hamısı, A, B, C, D-nin hamısını toplasaq, 70 ilə 40-ı toplasaq kifayət edir, o da eləyir 110 cm. Keçdim 20-ci suala. Deyir, M-in hansı qiymətində bu kəsirlərin ikisinin qiyməti natural olur. Uşaqlar, deməli, bu çox məntiqli sualdır, qəşəng sualdır. Deməli, yazım ki, 5M çıx. Deyəsən, biraz abartdım, çox məntiqli yox, məntiqli sualdır amma. Bu da deyir ki, bunlar hər ikisi naturaldır. Mən də fikirləşirəm ki, tutaq ki, naturaldır məsəl üçün neçə? Bu tutaq ki, 2-dir. Baxıram ki, buradakı ifadədir, eyni bunun tərsidir ki, baxın sürət məxrəcinə. Onda gərək bu 2-də 1 olsun. Bu 2-də 1 də heç vaxt natural sayılmaz. Onda deməli, biz elə də tapmalıyıq ki, onun tərsi də natural olsun. Bu da 1-dir uşaqlar. 1-in elə tərsi də 1 olduğuna görə. Görürsünüz, hər ikisi naturaldır. Deməli, bu kəsirlərin hər ikisinin qiyməti 1 olmalıdır. Elə bu da o da. Elə birini biz 1 götürsək kifayət edir. Onsuz bir-birinin tərsi də eyni şeydirlər. Hər ikisi 1 olacaq. Onda çarpaz vursam, bundan məxrəcinə 1 atıram, lap yaxşı, başa düşəsiz deyə çarpaz vururam. Deməli, 5M çıx 4, elə 4M üstə gəl 3-ə bərabər olmalıdır. Kəsirin qiyməti 1-dirsə, sürət məxrəcə bərabər olmalıdır. Buradan da M-i sol tərəfə aparsam, 5M çıx 4M bərabərdir, 3 üstə gəl 4, 4-ü də sağa keçirtdim. 5M-dən 4M çıxanda M qalır, M bərabərdir 7. Bizdən M-in hansı qiyməti soruşurdu? 7 qiymətindən yoxlaya bilərsiniz. Gəldik 21-ci suala. 21-ci sualdakı bir qədər, bəlkə də çətin adlandırmaq olar bu sualı. A bərabərdir kökdə 3, B bərabərdir 3 kök altında 6, C bərabərdir 4-cü dərəcənin kökü altında 9. Deyir, bunları müqayisə edin. Müqayisə etmək üçün uşaqlar, ya kökün altındakı ifadələr eyni olmalıdır, rahat müqayisə etmək üçün, ya da kökün dərəcələri eyni olmalıdır. Biz də görürük ki, burada hamısı fərqlidir, amma eyniləşdirə bilərik. Bu kökdə heç nə yazmışsa, bunun dərəcəsi 2-dir, bunun dərəcəsi 3-dür, bunun dərəcəsi 4-dür. Gəlin onda bunlara bir əkobda bax, 2, 3, 4-ə. Bu da eləyir 12. Yəni hər ikisini, hamısını 12-ci dərəcədən qüvvətə yüksəldik. Hamısına eyni işi görmək olar da. Burada 12 ilə 2 gedir, 3 üstə 6 qalır. Burada 12 ilə 3 gedir, 6 üstə 4 qalır. Burada 12 ilə 3 gedir, 9 üstə 3 qalır. 3 üstə 6, bundan A ilə C-ni müqayisə etmək rahatdır. Bu 3 üstə 6-ın qiymətini yəqin ki, əzbər bilirsiniz. 3 üstə 4 81-dir. 81-i təzədən bir dəfə 9-a vursaq, bu 729 eləyir. 9 üstü 3 də elə 3-ün kvadratının kubu. Yəni elə bu da 3 üstə 6-dır. Bu da elə 729 eləyir.
Yəni A ilə C-nin bərabərliyi aşkardır. İndi bir dənə qaldı B-ni bunlarla müqayisə eləmək. B yazıqda 6 üstü 4'dür. Yəni bunu 6'ın kvadratı vur 6'ın kvadratda yazarım. Yəni 36 vur 36'da yazaram. Bu da hiss edirsinizsə artıq mini keçir. 36'nı 36'ya vuranda. Ona görə deməli bu onlardan daha böyükdür. Heç hesablamıram neçədir. Deməli B onlardan daha böyükdür. Yəni cavab Y variantıdır. AC bir-birinə bərabərdir, amma B onlardan daha böyükdür. Keçdim 22. 22 də çox super sualdır. 3 dənə kəsir verib deyir sırasının ən böyük fərqi tap. Ən böyük fərq nə vaxt olar? Ən böyüklə ən kiçik arasında. Buradan ən kiçiyi tez tapıram. 0'dan %21'də ən kiçik. Bəs ən böyük hansıdır? Bu yoxsa bu? Uşaqlar, dövrü onluq kəsirin mənasını dərk eləmək lazımdır. Təkcə yəni ona elə 9'ların sayını, 0'ların sayını yazmaqla belə öyrənmək olmaz. Bu nə deməkdir? Bu 3'dən sonra 2, daha sonra 1'lər dövr eləyir. Sonsuza kimi. Bəs 3 tam dövrdə 21 nə deməkdir? Bu da deməkdir ki, 3'dən sonra 21'lər dövr eləyir. Baxın indi bu onluq kəsirlərdə müqayisə edəndə tam hissələri eyni, onda birlər eyni, yüzdə birlər eyni, aha, mində birlər də fərqləndirər. Görürsünüz hansı daha böyükdür? İkinci daha böyükdür. Yəni bu kəsirlərdən ən böyüyü bu da elə 3 tam dövrdə 21. Ona elə bir də mənasını amma belə yazıram, 21'lər dövr edir sonsuza kimi. Bunların fərqini tapmalıyıq. Bundan çıxıram, ən balacası da 0,21 idi. 0,21. Mən də bilirəm ki, onluq kəsirin sonuna, sonlu onluq kəsirin, yəni sonuna istədiyim qədər 0 artıra bilərəm. Yəni burada da 0'lar artırıram. Elə bu da sonsuz sayda olsun qoy. Onda bunları rahat çıxa bilərəm. Baxın onda buradan 1'dən 0 çıxacağım, elə nə qalacaq? 1 qalacaq. 2'dən 0 çıxacağım, 2 qalacaq. 1'dən 0. Elə bura yenə olduğu kimi qalacaq da 21 21 qalacaq. Amma gələcəm burada 21'dən 21 çıxacam, burada 0 0 qalacaq. Bu tam hissələrdə də 3'dən 0 qalacam, 3 tam qalacaq. Yəni təzə cavabımız belə olacaq. 3 tam 0 0, sonra isə yenə başlayacaq 21'lər dövr eləməyə. Deməli onda cavabımız necə olmalıdır? 3 tamdan sonra 0 0, 21'lər dövr edirsə onu deməli mötərizədə yazmalıyıq. 3 tam 0 0 dövrdə 21, yəni cavabımız A variantı. Yəni bunu adi kəsirlə yazmaq da olar, adi kəsirə çevirməklə. Nə mötərizədəki rəqəmlərin sayı qədər 9 falan, amma məncə bu üsul daha yaxşıdır. 23-cü sual deyir ki, katetləri x, x plus 2, hipotenusa x plus 4 olan düzbucaqlı üçbucağın tərəfləri üzərində bərabər tərəfli üçbucaq qurulmuşdur. Bərabər tərəfli üçbucaqların perimetrləri cəmini tapın. Uşaqlar, mən əzbər bilirəm, istəyirəm siz də biləsiniz ki, tərəflər arasında belə 2 bayt məsafələr varsa düzbucaqlı üçbucaqda. Yəqin ki, yaxşı bilirsiniz ki, bu 6, 8, 10 üçbucaqdır. Pifaqor ədədləri. Amma bilməyənlər də heyfslənməsin. Pifaqor terimi ödənməlidir, yəni burada. Katetlərin kvadratları cəmi, yəni x ilə x plus 2'nin kvadratları cəmi bərabər olmalıdır x plus 4'ün kvadratına. Kimsə də sual verə bilər ki, müəllim, bəs hardan bildiniz ki, elə hipotenuz budur? Hipotenuz həmişə katetlərdən böyük olmalıdır. Ona görə ən böyüyü axırda yazdıq. Buradan da yeni x kvadrat üstə gəlir, x kvadrat üstə gəlir 4x plus 4. Bu tərəfdə də alınır x kvadrat plus 8x plus 16. Burada x kvadratların biri gedir. 4x'dən 8x falan çıxsa alınır x kvadrat çıx 4x çıx 12 bərabər 0. Belə bir tənliyi alır. Bu tənliyin də kökləri biri -2'dir, biri isə 6'dır. -2 bizim cavabımız ola bilməz, bu kənar kökdür. Qalır x6. Həqiqətən x6 tapırıq bu tənliklə də. Deməli biri 6 imiş, biri 8, biri 10. Burada problem yox. Biri 10'da 6 imişsə, bunun tərəfləri hamısı 6. Onda bunun perimetri 18. Bura 8 imişsə, tərəflər hamısı 8, perimetri 24. Bura 10 imişsə, tərəflər hamısı 10, yəni perimetri ilə də 30. Hamısının perimetri cəmi, yəni 30 üstə gəl 24 üstə gəl 18. Bu da neçə eləyir? 72 eləyir, əgər səhv hesablamadımsa. Keçdim son suallara. Yenə yüksək sürətlə davam edirik. Fikir verirsə, mən getdikcə sürətim artır hətta. 25-ci sualda deyir ki, uyğun tərəfləri perpendikulyar olan bucaqlardan biri digərindən 3 dəfə kiçikdir. Uşaqlar, fərqi yoxdur uyğun tərəfləri perpendikulyar və yaxud paralel. Onlar ya bir-birinə bərabər olurlar, ya da onların cəmi olur 180 dərəcə. Ya belə, ya da bərabər. Bizə də əgər deyirsə ki, biri o birindən 3 dəfə kiçikdir, deməli onlar bərabər deyillər. Onda cəmləri 180 olmalıdır. Biri o birisindən 3 dəfə kiçikdirsə, biri alfadırsa, o birisi 3 alfadır. Yəni bu o demək ki, yəni biri o birisindən həm də elə 3 dəfə böyükdür. Bunların cəmi 180 olmalıdır. Belə çıxır ki, 4 alfa 180 olmalıdır. Onda alfa 180 böl 4. Yəqin ki, bunu şifayı bölə bilirik. Bu da 45 verir bizə. Deməli, böyük bucağın dərəcə ölçüsünü soruşursa, axırda 45'i vururuq 3'ə. Çünki biri o birisindən 3 dəfə böyükdür. Bu da 135 dərəcə eləyir. Deməli, cavabımız 135. Keçdim 26-cı suala. Deyir, Euler-Venn diaqramda A və B çoxlarının elementlərinin sayı verilib. Yəni bunlar uşaqlar sayıları göstərir ha, elementlərin özünü yox. Belə bir sonra bərabərlik verib. 3 vurulsun MB. MB çoxluğunu görürəm. 10 elementlərin sayı da, yəni bütün içəridə nə yazıbsa hamısını toplamalıyam da. X plus 1 ilə 3x plus 4'ü.
Bu da mənə verir 4x plus 5 verir. 3 vur MB yazıbsa onda mən də yazıram 3 vurulsun 4x plus 5. Çünki MB də elə B çoxluğun elementlərinin sayı deməkdir də. Bərabərdir 5 vurulsun N A fərq B. A fərq B nə deməkdir? Yəni A çoxluğunun B-dən fərqi. O da bu hissədir. İştirakləsək. Bu hissədə kim var? 2x plus 7 var. Deməli 5 vurulsun 2x plus 7. Bir balaca su içim. Motor yağı yeyir. Aha. 2x plus 7 idi bura. İndi bunu vurub atsaq 3'ü 4x plus 5'e vuranda alınır 12x plus 15. Bərabərdir 5'i 2x plus 7'ye vuranda alınır 10x plus 35. Bir dənə sağ sol x'ləri bir tərəfə yığırıq. 2x bərabər 20 və x bərabər 10 tapırıq. Bizdən NA-nı soruşur uşaqlar sonda. NA nə deməkdir? Yəni A çoxluğuna daxil olan bütün elementlərin sayı. Orada həm x plus 1 var, həm də 2x plus 7 var. Yəni cəmi 3x plus 8 eləyir. Biz də x-i 10 tapmışıqsa 3 vur 10 üstə gəl 8, yəni 38. Bu da belə. 27-ci sualı heç bəyənmədim. Bu sırf düsturlardır. Bərabər təfriş bucaq sahə düsturu S bərabərdir kökdə 3 A kvadrat bölü 4'dür. Bunu çıxartmaq da olar, amma bu ehtiyac yoxdur burada. Bərabər təfriş bucağının ilə perimetrdə P bərabər 3A düsturunun hesablanır. Kvadratın perimetri 4 A ilə, düzgün 5 bucaqlıdsa bunda perimetri 5 A ilə hesablanır. Bu variantları özünüz yerinə düzərsiniz. Keçdim əsas məsələ ətraflı, daha doğrusu situasiya məsələlərinə. Çoxdan da situasiya məsələləri həll eləmirdim, özümə də maraqlı gəlir. Amma yenə etiraf edeyim ki, bu sualda bəyənmədim, xoşuma gəlmədi bu sual. Deyir, əkin sahəsi düzbucaqlı şəklindədir. Buraya şəkildə kimi buğda, arpa və qarğıdalı əkilib. Buğda və arpa əkilən sahələrin hər biri 3240, qarğıdalı əkilən sahə isə 4320. Gəlin, bu yəqin ki, bizə lazım olacaq. Bütün sahəni tapaq. Buğda və qarğıdalı hər biri 3240-dırsa, onda mən 2 dənə 3240 götürməliyəm. Yəni, bu deyir 6480. Bir dənə də bundan toplamalıyam 4320. 4320. 0, 0, 1 yadda, 8, 1 yadda, 10, 11800 elədi, səhv hesablamadımsa. Yox, səhv hesabladım, 10800 eləməliydi. Aha. Sonra bizə nə deyir? Deyir ki, ümumi tərəflərin, tarlanın tərəfləri AB böl BC bərabər 3 böl 4 nisbətindədir. Tarla da düzbucaqlı formasındadır. AB onda 3K yazıram, BC də 4K. 10 perimetrini tap. Hə. 3K, 4K, perimetr onda burada 3K olacaq, burada 4K olacaq. Yəni perimetr nə edir? Bunların hamısının cəmi, bu da 14K edir. Əvvəlcə deməli K-nı tapmalıyıq. Bəs K-nı necə tapacağıq? Sahə ilə uşaqlar. Düzbucaqlı formasındadırsa bunun sahəsini tapmaq üçün mən N-in uzunluğuna, yəni 3K-nı 4K-ya vurmalıyam. Bu deyir 12K kvadrat. Deyə sahəni də mənə verib də bütün sahəni tapmışam bayaq. 10800. Onda buradan K kvadrat bərabərdir. 10800-ü 12-yə bölsən 108-i 12-yə bölən 9 qalırsa, burada da 900 qalacaq. K kvadrat 900-dürsə, onda K 30 imiş deməli. Onda perimetr edir 14 vur 30. 14-ü 3-ə vuranda 30, 42. Bu da edir 420. Deməli perimetr ilə 420. Sonra keçdik 29-cu suala. Burada nə deyir? Deyir, tarlanı mühafizə etmək üçün onun kənarında 3 sıra olmaqla tikanlı məftil çəkilməlidir. Tikanlı məftil çəkilib hasarə. Burada yaxşı demişdi şair. Deyir ki, bunun üçün tələb olunan sütunlar arasındakı məsafə 3 metr olmalıdır. Hə, sütunlar düzbucaqlı formasındadır. Yəqin ki, təsəvvür edə bilirik. Tutaq ki, birinci sütun burada bastırıldısa, digəri 3 metr sonra, 3 metr sonra belə-belə bastırılmalıdır. Deməli, bütün perimetr boyu, yəni dördbucaqlının, daha doğrusu düzbucaqlının bütün tərəfləri boyu bu sütunlar bastırılmalıdır. Düzbucaqlının da perimetri 420 metr idisə uşaqlar. Onda 3 metrdən biri bastırırsa, bunu 3-ə bölmək lazımdır. Görək, neçə dənə düşür? O deyir 140. Deməli, 140 dənə bizə sütun lazımdır. Sütun nə lazımdır? Onun adı nə idi? Elə sütun deyək də. 140 dənə sütun lazımdır. Hə, sonra nə deyir? Deyir, uzunluğu 63 metr olan bir top tikanlı məftilin qiyməti 95 metrdir. Bu sütunun qiyməti, bir sütunun qiyməti 140 manat olsa, tikanlı məftil və sütunların alması üçün nə qədər pul lazımdır? Hə, 140 dənə sütun lazımdır. Bir sütunun da qiyməti 40 manatdan. Onda tez əl üstü 140-ı 40-a vuraq. 14-ü 4-ə vuranda 56 edirsə, burada da deməli 56-nın arxasına 2 dənə 0 yazmalıyam. 5600 manat sütunlara lazımdır. Bəs tikanlı məftili hesablamadıq. Tikanlı məftilin 63 metrinin qiyməti 95 manatdır. Amma bizə bir dənə bu incə məqam var. Dedik ki, onun kənara 3 sıra olmaqla tikanlı məftil. Yəni tutaq ki, sütunlar bunlar deyil. Tikanlı məftil 3 sıra çəkilir. 1, 2, 3 sıra. Onda deməli perimetri mən 3-ə vurmalıyam. Perimetr 420 metr idi. 3 dənə perimetr boyu lazım olacaq. 42-ni də 3-ə vuranda 126.260. Əgər yanlışlıq eləmədim, yox eləmədim.
Bəs 63 metrdir bir topun qiyməti. Daha doğrusu bir topda 63 metr olur. Onda bizə neçə top lazımdır? 63-ə bölürəm. 26-nı 63-ə böləndə neçə eləyər? 20 top lazımdır, belə çıxır ki. 20 top tikanlı məftil lazımdır. Bir topun da qiyməti 95 manat idisə, onda 20-ni vururam 95-ə. 20-ni 2-ni 95-ə vuranda 190, arxasına 0 atsam 1900 manat. 5600 manat bu, 1900 manat da bu. Nə qədər pul lazımdır? Bunları toplamaq lazımdır. Da onu da tapşırıram sizə. Sonra burada deyir ki, tarlanın suvarılması üçün A ikinci nöqtəsinə su kranı yerləşdirilmişdir. Bu krana elastik su ötürücü boru, yəni şlanq birləşdirilmişdir. Bütün sahənin suvarıla bilməsi üçün borunun uzunluğu ən az neçə metr olmalıdır? Uşaqlar, yəqin ki, siz də nə vaxtsa şlanqla həyəti falan sulamsınız. A təpəsi buradaydı, səhv eləmirəmsə, bura B idi, bura C, bura D. Şlanqın hər yerə çatmaq üçün uşaqlar, bu düzbucaqlının ən uzaq nöqtəsini bilsək, bəs eləyir də. Düzbucaqlının ən uzaq nöqtəsi bax onun diaqonal boyunca qarşı tərəfidir. Qarşı təpəsidir belə deyək. Bax, ən uzaq məsafə bura sayılır. Burada da deməli, əgər şlanq bura çatırsa C nöqtəsinə, deməli o tarlanın hər yerinə çatacaq. Əsas məsələ AC-dir. İndi biz AC-nin uzunluğunu tapsaq, deməli şlanq da ən az neçə metr olmalıdır, onu tapmış olarıq. Biz də bayaq perimetri 420 tapmışdıq, amma başqa nə tapmışdıq? K-nı da 30 tapmışdıq. Bunun uzunluğu, K-nı 30 tapmışıqsa uzunluğu, daha doğrusu eni 90 eləyir, uzunluğu 120 eləyir. Onda gəlin diaqonalı tapaq da, nə var ki? Eni 30 idi, uzunluğu 120 idi. Daha doğrusu yenə səhv yazdım. K-nı 30 tapmışdıq. Eni 3K idi. Eni 90 idi, onda uzunluğu 120 idi. Burada sıfırları atsaz uşaqlar 9, 12, 15 üçbucağını yəqin ki tanıyırsınız. Bunların kvadratı bizə 15-in kvadratını verir. Düzbucaqlı üçbucaqdan. Bu 3, 4, 5 Pifagor ədədlərinin 3 mislidir də. Burada da 90, 120-dirsə, deməli bura 15 yox, burada 150 olacaq diaqonal. Pifagorla da özünüz yoxlaya bilərsiniz. Deməli AC tərəfi, deməli həmən şlanqın uzunluğu ən az 150 metr olmalıdır. Beləliklə də 30 dənə sualın izahını yəqin ki elə 30 dəqiqə civarında vaxt sərf elədim. İzah elədim, çalışdım ki, həm ətraflı, yəqin ki mənim fikrimlə razısınız ki, ətraflı izah elədim. Həm də amma sürətli, sürətimə söz ola bilməz. Belə bir videonun sonuna gəldik. Kim imtahanda iştirak eləmişsə nəticələrini şərh hissəsində yazsa biz də sevinərik. Bir daha qeyd edim ki, videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Sağ olun, növbəti videolarda görüşənədək.